35 ildir burada alver eləyirəm, bura öyrəşmişəm. Yəni sən burada səkini zəbt eləməklə heç nə əldə eləmirsən. Dəfələrlə deyilib ki, küçə ticarəti olmaz. Ona uyğun elə də. Malın bura nə qədərdirsə ona uyğun mal burada. Qazan alaram eləmə. Vallahi düzlüyümüzdən burada artıq. Amma sən də eləmə. Sumqayıtda küçə ticarətinin qarşısının alınması üçün növbəti dəfə reyd təşkil olundu. Qeyd edim ki, bu dəfəki reyd şəhərin 20 yanvar küçəsində keçirilir. Hazırda piyada səkisini tutan piştaxtalar ərazidən götürülür və satıcılar maarifləndirilir. Nədir bu belə? Xahiş edirəm, gir içəri. Reyd Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin əməkdaşlarının birgə iştirakı ilə təşkil olunub. Tədbir çərçivəsində küçə ticarətinin aparıldığı ərazilərə baxış keçirilib, ərazidə yaranmış antisanitar vəziyyət aradan qaldırılıb və piyadaların sərbəst hərəkəti təmin edilib. Reyd zamanı küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyi tələbləri izah edilərək bu cür fəaliyyətin yol verməz olduğu diqqətə çatdırılıb. Burası sezonda üzrə. Onlara eləsin. Gelib gələnə yol gün kəsilir. Sərgəni qoyun Bir dənə malı qoyanda içəridə Belə bu görməmişəm. gör nə qədər yerim var. Kondisioneri qoyur. Bir dənə buna qoysam, onda 500 dəfə gedirik. 2 nəfər qalmış. Bir də 500 Az atından mal, ötə az dur, az Bizim sizdən xahişimiz odur ki, yolu zəbt eləməyin. Yolu zəbt eləməyin. Hər dəfə deyilir sizə ki, bax burada küçə ticarətindən belə bu formada istifadə eləmək olmaz. Yəni sakinlərin yolunu tutursunuz, gediş-gəlişə mane olursunuz. Yəni bunu niyə edirsiniz ki? Bura bazarın əhatəsidir, bazarın ətrafıdır. Biz Bazarın ətrafını görürsünüz. Bura 20 yanvar küçəsində. Görürsünüz həm burada piyadaların yolunu tutmusunuz, həm də burada nəqliyyat da tutur. Burada yol yoxdur, yol qalmayıb demək olar ki. Bunu niyə burada edirsiniz? indi satın. Biz 30 ildir elə burada satırıq. Bura bazarın ətrafıdır. Bura küçə satışı deyil. Bax görsən səkini zəbt eləmədən də bax burada öz butqabın qabağında satış eləyə bilirsən. Düzdür? Rahat da piyadalar gəlib gedir. Düzdür qardaş? Alan vətəndaşlar da gəlir, alır da qardaş. Düzdürmü? Yəni sən burada səkini zəbt eləməklə heç nə əldə eləmirsən. Narazılıq yaradırsan. Bax bu şəkildə saxla qardaş. Ticarət belə. Araşdırma zamanı müəyyən edilib ki, 20 yanvar küçəsində küçə ticarətinin təşkilinə və fəaliyyəti üçün şəraitin yaradılmasına Səfərli Ticarət Mərkəzi rəhbərliyi tərəfindən imkan yaradılıb. Bununla bağlı ticarət mərkəzinin məsul şəxsinə rəsmi xəbərdarlıq edilib və belə halların təkrarlanmaması tələb olunub. Qeyd olunub ki, bu cür reydlərin əsas məqsədi şəhərdə sanitar gigiyenik vəziyyətin yaxşılaşdırılması, qanunsuz küçə ticarətinin qarşısının alınması, həmçinin sakinlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin edilməsidir. Bildirilib ki, qanunsuz küçə ticarətinə qarşı nəzarət tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.